Office proqramında işləyənlər tez-tez copy-paste əmrlərindən istifadə edirlər. Yəni Ctrl+C, Ctrl+V, Ctrl+X düymələrindən. Bu seçilmiş mətni kopyalayır və yaxud kəsib, kompüter müvəqqəti yerdəşində saxlayır və Ctrl+V düymələrinin köməyi ilə də onu kursorun yerləşdiyi yerdə mətnə yapışdırır. Və hər dəfə müəyyən bir fraqment eyni ilə lazım oldu, hər dəfə onu Ctrl+C eləyib yerdəşə vermək məcburiyyətində qalır. Bu dəfə isə buna ehtiyac qalmayacaq. Ctrl+X və yaxud Ctrl+C vurandan sonra növbəti hissə kopyalanır. Növbəti hissə kopyalanır. Hansı hissə lazımdırsa ki, hamısı birdən-birə kopyalanır. Ctrl+C və yaxud Ctrl+X düymələrinin köməyi ilə istifadə edirik. Kursorun yerləşdiyi yerdə, istədiyimiz bir yerdə bunu mətnə yapışdırmaq üçün Ctrl+V deyil, Windows-V düymələrini vurmaq lazımdır. Bu halda kopyalanmış və yaxud kəsilmiş, yəni Ctrl+C və yaxud Ctrl+X düymələrini istifadə etmişiksə, həmin bütün fraqmentlər burada öz əksini tapacaq. Hansı hissə lazımdırsa onun üstə bir də vurmaqla kursorun yerləşdiyi yerdə mətnə yapışdırılır. Bir daha vurdum, başqa bir fraqmenti Ctrl+V bu formada mətnə yapışdırılır.